2 aydır ki evimdən çıxmışam, elə heylək bərbad gündə. Baxmırlar. Binəqədi qəsəbəsi 10 may küçəsində illərdir davam edən kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub. Sakinlərin sözlərinə görə illərdir burada yaşasalar da son 3 ildə ciddi kanalizasiya problemi ilə üz-üzə qalıblar. Belə ki, 3 il əvvəl Azərsu tərəfindən ərazidə kanalizasiya xətləri dəyişdirilib. Lakin çəkilən yeni borular cəmi bir neçə ay işləyib. Bundan sonra isə xüsusilə yağışlı havalarda kanalizasiya suları geri vuraraq həyətlərə və evlərə dolmağa başlayıb. 3 ildir kanalizasiya sistemimiz bərbad gündədir. Gəlirlər, şikayət edirik, gəlib baxırlar, çarə qılmırlar. Nə deyirlər sizə? Deyirlər problem yoxdur, problem yoxdur, evlərimiz suyun içindədir, 2 aydır. 2 aydır ki, evimdən çıxmışam, elə heylək bərbad gündə. Baxmırlar. Sakinlər deyir ki, məsələ ilə bağlı son 3 ildə dəfələrlə Azərsuya, Ombudsmana və digər aidiyyatı qurumlara müraciət ediblər. Son müraciət zamanı isə Azərsudan problemin mayın 11-dən sonra həll ediləcəyi bildirilib. Buna baxmayaraq, onlar artıq 3 ildir eyni problemlə üzləşdiklərini və vəziyyətin dəyişmədiyini deyirlər. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumdan yenavaz.com-a bildirildi ki, intensiv yağıntılar zamanı bu kimi hallar müşahidə edilə bilir. Hazırda şəbəkələrin sayının artırılması və yeni şəbəkələrin çəkilməsi istiqamətində bir sıra ərazilər üzrə layihələr icra olunur.